Bu İslam dininden bazen suistifadə etmək istəyənlər də var. Bazen bunları öz məqsədləri üçün istifadə etmək istəyənlər də var. Bazen bizim bu İslam dinindən ölkəmizdə sabitliyi pozmaq, aranı qarışdırmaq, insanları bir-birinə vuruşturmaq, bir-birinə qarşı qoymaq istəyənlər də var. Bazen bizim içərimizə təxribat salmaq istəyənlər də var. Bilirsiniz, İslam dini Azərbaycan Respublikasının dinidir. Azərbaycanda yaşayan əhalinin əksəriyyəti İslam dininə mənsubdur. İslam dininə itaat edir. Ancaq bu din birdir. Onu parçalamaq olmaz. Və dindən ayrı-ayrı adamlar istədiyi kimi istifadə etməyə çalışmamalıdırlar. Və dindən bizim ölkə üçün hardansa kənardan kiminsə təsir etməsinə yol vermək olmaz. Çünkü Azerbaycan